Salam əziz izləyicilər. Bugün sizə piraşki reseptindən danışacağam. İlk olaraq 1 kiloqram ələnmiş una, maya və 1 xörək qaşığı xörək duzu, üzərinə isə 1 stəkan ilıq su əlavə edirik. Daha sonra isə xəmirə 2 çömçə ilıq süd daxil edirik. Süd xəmirin elastikliyini artırır, bişmə zamanı piraşkilərin daha gözəl və qızılı rəng almasını təmin edir. 1 ədəd də yumurta əlavə edib xəmirimizi yaxşıca yoğururuq. Yoğrulmanın sonunda xəmirə duru yağ əlavə etməklə onun səthi gərilməsini və yapışqanlıq dərəcəsini aşağı salırıq. Yağ xəmiri yumşaldır və xəmirə elastiklik verir. Yağ ilə də xəmiri yoğurduqdan sonra xəmirin üstünə azacıq un səpib, bir paketə keçirib üstünə isə parça ilə örtürük. Xəmir acmağında olsun, biz isə keçək piraşkinin pürəsinə. Əvvəlcə kartofları yuyub, videoda göstərdiyim kimi xırda doğrayırıq. Daha sonra isə xırda doğranılmış soğan və 1 qaşıq xörək duzu əlavə edib qoyuruq qaynamağa. Burada isə kartoflar artıq bişib, əzib pürə halına gətiririk. Üstünə isə 50 qram kərə yağı əlavə edirik. Piraşkimizin içliyi artıq hazırdır. Videoda da gördüyünüz kimi artıq xəmirimiz acıyıb. İndi isə biz xəmirin havasını alma prosesini həyata keçiririk. Əllə yüngül təzyiq göstərərək artıq karbon qazını xaric edirik. Bu proses bişmə zamanı piraşkinin daxili strukturunu bərabər və pambıq kimi yumşaq olmasına kömək edir. Xəmirin havası alındıqdan sonra videoda göstərdiyim kimi xırda kündələrə ayırırıq. Daha sonra əlimizi yağlayıb xəmiri videoda göstərdiyim kimi balaca hissələrə ayırırıq. İçinə isə 1 xörək qaşığı pürədən qoyub yaxşıca bükürük ki, bişən zaman açılmasın. Bükülmüş piraşkiləri əvvəlcədən qızdırılmış tavaya əlavə edirik. Tez-tez hər tərəfini çevirib qızardırıq. Və beləcə piraşkilər hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Kanalıma abunə olub videonu bəyənməyi unutmayın.